Gəl, hazır. Verin. İstəmirəm ürəyim. Baxıya qoymaq istəmirəm. Evdə rahatsız da mənim üçün, yormur məni. Ağıllı uşaqdır. Mama, orada mənim qaşlaryanım var, onu gətir də qapının ağzında. Qaşlaryanım. Su pişirərsən mama? Hərdən pişirdim. Amma göyərti atmarsan ki, mən çiğnsin. Yaxşı. Belə göyərtini doğra, servis eləyəndə özünüz tökün üstünə, kifləbozlaş kimi. Nə bürcəyəm, dolsa. Ay mama, Allah kimi bezdim meyvə konfet almaqdan, sorayan olsun. Heç nə də bəyənmirsiniz. Ged özün al da. O market al. Yoxda al marketdə zətdə yaxşı konfet. Olmamış olmaz. Mən işləyim. Aha, sən işliyi yoxdur. Qəşəng. Özüm buradan baxımdan deyim. Olsa, qıza dedim, deyir gətir. Müəllim dərs atır. Billi xəbərim, qeyd edeyim ama. 20 aşağıdadır, o qədər atır. Fatih'də gedir ora deyə. Fatih verib. Neçə gün qalacaqlar ki, yeni ildə evdə, amma uşaqlar bilmirsən. Soğuk. Çıxdın sağ olun, can, ürəyim, uğurlar sənə. Yorulma. Axşam gələrsən, kuxna meybilini siləcəm. Biraz da ona baxıb başqa iş görərsən. İndi o dərs atılıb, bilir. Çölü müəllimənin qabağında Minnurun dərsi var artıq. Axı Minnurun sinif yoldaşları da o müəllimənin yanına gedirlər. Birinci sinif, bəli. Can, qızlar, mənim dırnaq ustamdır, gülüm. Qaş geli alacaqdım özümə bu günləri. Şeylə, unikalla %100 hər gün mən onun yanından keçsəm, gülü. İndi də keçəcəm, amma verərsən istəyirsən reseptivi yoxlatdıraram da mən. Neçə dərmandır? 2 də. Bəs bu, həkim 2 də dərman yazanda mən sevinirəm. Uçuram göydə.
Olmadı qızlar makyajı. Ay Eliş. Məndən nəsə istədin sən? Məndən nəsə istədin sən? Yox, çaydan başqa da məndən nəsə istədiyim amma olur. Yox. Gedi vur, sonra tonalini vur. Tonalini deyil, ona pis olur. Deyirəm, makaron supu yirsən, deyir, yox. Ömür boyu sütlə böyüyən uşaqlar olmuşuq da, nə? McDonald's bilirik, nədir? McDonald's. Cheese, McDonald's. Elə bil ki, biz ömür boyu biz onlarla böyümüşük. Allah hamd olsun, uşaq idim, atamdan alma istirdim, kartof soyub verirdi mənə. Valla. Elə böyüdük. Gəldi, indi getdik, bir də Türkiyəyə gəldik. Ay Allah, mən Türkiyəyə gedəndə mənim kommentlərimin altını bir də oxuyardınız da. Qurana and olsun deyirəm, mənim kommentlərimdə bir dənə sözlər yazılmışdı. Onları necə düşünüb yazırlar? İş neysə, bizdimi? Ay qız, dəhşəti. Mən girib oxumuram axı. Mənə atırlar ki, bax bir də buna. Yenə də mən evdən geç çıxdım. Mən olub. Sən Allah oxu. Hay can, oxuyum da, yaz oxuyum. Tanani Elzadandır, hə, Elzadandır. Elza məndən əməkdaşlıq eləyir. Amma qiymətlərini soruşmayın, heç nəyi deyə bilməyəcəm, çünki pulsuz göndərirlər mənə. Yox, xəbərim yoxdur ki. Ay damla, mənim o bir telefonum hardadır? Ay Allah, getirməmişəm onu. Ay can gülü. Bilmirəm ki, yığma nə olar, canlıdayam, çıxım sən yığacam. Axşam qoy görüm, vaxtım olsa gələcəm. Axşam gələ bilməsəm sabah. Tezdən sənin yanındayam. Amma bugün istəmə məni, xahiş eləyirəm. Hə, qətiyyən. Qaş qaldırma eləmişsiniz? Yox. Allah haqqı. Mən razıyam. İnanın Allaha. Qaş qaldırma neçəyədir? Mən pulsuz elətdirəcəm. Medeyrada deyəsən çağırıblar. Bilmirəm ki, qiymətlərini. Bahalı əməliyyatdır o. Elza Tanayını eşitməmişdim. Bəli var. Elza Laşeş. Bəli. Ay Allah, gözələm. Ürəyimin gözəlliyidir. Allaha qıvırıb üzümə. Qurana and olsun. 200 manat da qaş qaldırma. 2200 manat. Bilmirəm ki. Görsən bacı, sizi verənə qurban olaram mən. Açdım. Sənə görə bu dünyanın acısını çəkərəm nazanda. Yox, xəbərim. Hə, yaxşı, çıxıb yazıram Sərgülü. Qızlar çıxmayın yayından. Gedirəm sadə qara paltar geyinib gəlməyə. Hə,
ürəyimin gözəlliyidir, vur üzümə. Ay mama. Nə olar zəng vur? Nə? Zəng vur. Kimə? Ana. Kimə? Kimə? Ürəyiyə. Durmayacaq. Ay qardaş, elə yazmısan arada köhnə şəkillər var. Köhnə şəkillərim deyə orada komutumun üstündə. Yox xanım, mən silikon haqqında heç bir məlumatım yoxdur. Çünki silikon mən elətdirməmişəm. Mən adicə kosmetoloji prosedurlarımı heç vaxt gedib süni elətdirmirəm. Balyaj elədim dodağımı. Gözləyirsiniz gedim paltarımı geyinim gəlim, yoxsa bağlayım açaram. Yaxşı, siz necəsiz? Gloss nə rəngdir? Deyərəm. Deyərlər, incitiyim də, nə paxılıqsızdır ki. O da Elzadandır. Qızlar, istifadə elədiyim makyajların əksəriyyəti Elza Laşeşdir. Yox, atmayın oyun. Valla, çox haqlısınız. Hə? Valla. Nə olsun ki, kosmetolog var, 50 də pasiyenti üzünə şey vurur, dolğu vurur. Valla, heç onun üzünə nur da gəlmir. Əksinə gözəlləşmə əvəzinə itir bütün gözəlliyi də. Kosmetolog var ki, bir toxunuşda mən kimi gözələ daha da gözəlliyi qatır. Və bu nə deməkdir? Bu mənim üzümün gözəlliyi. Tamam. Hara gedirəm? Yarım saatdan sonra bax canlıda mən görəsən. Sumqayıt mı oldum? Dodaq işi oldu. Özüm elədim də biraz. Dodağım əriyib axı. Dolğularımın vaxtıdır. Bəzi səbəblərə görə bu gün gedə bilmədim. Əslində linza da qoya bilərəm. Krem Faberlikdəndir, hə, o da Faberlikdəndir. Qızlar, neyini baxın da biraz. Belə baxın gəlirəm. Yaxşı, qalsın belə gəlirəm. Mamoliya! Mamum ilə belə sıfırdan olur, gəlin. Hanı minrur şalvar deyirsən? Minrun şalvarı mətbəxdə stolun başında. Gəlirəm, gözlə gəlirəm. Lay 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 lay. Aşkım neden oldun? Sevdan burada paltarları var, değil mi ama? Ben orada hiç görmemişim ama. Aparmayıb gözüm ama. Bilmiyorum, haber yoktu. Ay mama, qurban olum, mağaza klokuydu, başa dönərəm. Mağazası belə parça kimi göy qabıydı. Ay qız, 3 dənə təzə paltar idi. Parça kimi yok. Deyə belə bir şey idi. Belə bundan yox, görmemişim.
Hardasa gördüm mən onu. Sən Allah zibil zad bilib atıb eləməmsən. Sən özü apar, soruş da nə? Soruşaram indi. Geyinir bunu. Hara gedirsən məni də apar, görən desin yarda var. Baxın qızlar, iPhone 17 Pro Max işlətçi mən qalım. Həyatda ola bilməz elə şey, həyatı boyu ola bilməz. Hara gedirsən məni də apar, görən desin yarda var. Səndən ayrı qalsam əgər, yazıq ürəyim. Az ərim oturub orada indi. Gəldi. Başımın bəlası gəldi. Ay Turat. Atma həyatım, hələ sən gəl bir deyə salam ver, git bəsdir. Saçımı atacağım, indi qəşəng qız olacağım. Çox sağ olun. Qarnım niyə elədi? Qarnım yoxdur ki. Işıq düşür oradan. Ayman, nə olar, niyə gəldin ki sən bura? Görsən mən canlıdayam. Qopunu qoyum 15-ə. Ama bekle. Paltaryanın vaxtıdır. Mamalar. Sən mənim baş tacım. Salam. Hörü ilə olub, hə. Banan gətir gəlmə. Banan gətirim. Başda. Bütöv yoxsa doğruyum? Bütöv yaxşı. Doğrudan pis qaldı şu qızlar. Elnuru göstərim. Aslında mən qala çək səni səndə. Qəşəkdir. Şeylə geyinəcəm. Deyəcəm indi nə ilə geyinəcəm. Nə ilə geyinim? Gəlin seçəyin də sizlə bir yerdə. Bununla geyinərəm. Ya da bununla geyinim. Bununla geyinim. Bununla da geyinə bilərəm. Bununla. Bax, bunu deyirəm. 2 bunu deyirəm, 3 də onu deyirəm. Kablok geyinmə. Yox, ay qız, əksinə gözəl qalacaq. Şu an nədir ki? Maşında geyinirəm, gedib Sumqayıt molda çıxardıb mağazan paltarını geyinəcəm. Valla, ad oldu ki, Nərmin evdən təzə paltar geyindi çıxdı. Təzə almamışam, çoxdan var. Belə paltarları bilirsiniz ki, mən həmişə özümə mağazalarda, butiklərdə harada görüb alıram. Ay, ne gözəl qaldı bundan. Çox qəşəngsən axı. Yo, bununla geyinirəm. Ay qız, tüklü ilə getməz axı, bu klassik paltardır. Bununla geyindim ha. Üçüncü nə idi ki? Kablokla geyindim. Bununla. Bunu da belə eləyərik. Daha klassik bir şey olar. Belə. Yox. Bununla geyinim. Bununla biraz qəribə görünərəm axı. Bunu təzə almışam. Dünən aldım. Bu mənim daha xoşuma gəldi. Bunca şaxta aldım ki, bu həftə yenə gedəcəyik. Həftə sonu. Kablok sarı. Bununla da qəşəng qaldı qızlar. Buna baxın. Ayda buna baxın. Necə gözəl qaldı bununla. Bununla geyinim. Çox şirin qaldı. Buna baxın. Yox. Yoxdur da bacı, zövqü qalmaz, zövqün çorlanar. Yox.
Yoxdur da zövqüm. Neyim? Zövq. Beş saatdir bir ayaqqabı seçə bilmirəm özümə. Set bir şey taxın. Yoxsa yox? Yox məncə. Məncə yox, hə? Ağ krasovkada geyinə bilərdim. Nəsə belə qolbaq da taxa bilərəm. Varım. Yox, taxmıram, saat bəsdir. Taxa bilmirəm də qızlar. Qızıl olsaydı gözümə təpib taxardım. Quş teliyə taxa bilmirəm. Park yasamında 15%'den başlayan ilk ödənişlər mənzilə deyil. Taxa bilmirəm. Getdim. Öptüm sizi. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. Takib atın. Sevirəm sizin hər birinizi. Hə, ay sağ ol. Baba başqa məsələ. Vacı düz dedin. Allah haqqı. Öptüm sizi hələlik. Bir su qatıramışa ürəyim. Öpürəm səni. Özünə yaxşı bax həyatım. İnşallah görüşək də vaxt elə. Mən rayona gedəndə sən deyirsən gəl görüşək. Hələlik bacılar, sevirəm sizi, öptüm sizi. Allah haqqı çıxmaram, saatlarla qalaram, amma işə gedirəm.